Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyev Xatirələrdə adlı tədbir keçirilib. Tədbirdə Nazirliyin regional mərkəzlərlə iş təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin, Sumqayıt Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən digər qurumların, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndərin anadan olmasının 103-cü il dönümü münasibətilə Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin nümayəndələrinin də iştirak etdiyi velo yürüyüş keçirilib. Heydər Əliyev mərkəzinin qarşısında start götürülən velo yürüyüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb. Sonra tədbir iştirakçıları mərkəzin inzibati binasında ümummilli liderin büstünün önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən kitaba eyni zamanda fotosərgiyə də baxış keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi Polkovnik Vaqif Fəthullayev, Nazirliyin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil müəssisələri üzrə Baş İdarəsinin rəis müavini Gündüz Həmzəyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda onun zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, ümummilli liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkə beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur. Sonra mərasim bədii hissə ilə davam etdirilib. Daha sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və digər yerli qurumların xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər. Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib. Qaliblərə fəxri fərmanlar təqdim olunub. Mərasim Ulu Öndərin 103-cü illiyi şərəfinə 103 ədəd helyum şarının havaya buraxılması ilə yekunlaşıb. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.